Peşə təhsilində əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar yaradılıb. Peşə təhsili üzrə ixtisasların təsnifatına 12 yeni ixtisas əlavə edilib. Məqsəd iqtisadiyyatın dəyişən tələblərinə uyğun peşəkar kadr hazırlığını gücləndirməkdir. Qərara əsasən siyahıya tədbirlərin planlaşdırılması və təşkili, satış və marketinq və satın almaların təşkili, mexatronika və istehsalata rəqəmsal nəzarət sistemləri, rəqəmsal məzmun idarəçiliyi və 3D rəqəmsal oyun dizayneri, bitki mühafizəsi və fumigasiya işləri üzrə texnik, geodeziya və kartoqrafiya, qida imalı texnologiyaları, rəqəmsal inşaat üzrə mütəxəssis, elektrik sayğacları texniki ixtisasları daxil edilib. Peşə təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə bu ixtisasların 4-ü texniki peşə təhsil səviyyəsi üzrə, 8-i isə yüksək texniki peşə səviyyəsi üzrə ixtisasları əhatə edir. Yüksək texnik peşə təhsil səviyyəsinə bağlı onu qeyd edim ki, bu təhsil səviyyəsi üzrə məzun olan şəxslər subbakalavr ixtisas dərəcəsi alan şəxslərdir ki, hansı ki, ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqəyə uyğun olaraq qəbul olmaq imkanı əldə edirlər. Bu il bu ixtisaslardan 2026-cı, 27-ci tədris ili üçün peşə təhsil müəssisələrinə qəbulda veriləcək bu ixtisaslardan. Buna misal olaraq biz qida emal texnologiyaları ixtisasını, eyni zamanda satın almaların təşkil ixtisasını, istixana operatoru ixtisasını və sair kimi digər ixtisasları biz göstərə bilərik. Mütəxəssislərin fikrincə son illər əmək bazarında xüsusilə texniki və rəqəmsal bacarıqlara malik mütəxəssislərə tələbat sürətlə artır. Yeni ixtisaslar da məhz bu ehtiyac nəzərə alınaraq formalaşdırılıb. Gözləntilərə əsasən bu addım həm gənclərin məşğulluq imkanlarını genişləndirəcək, həm də işə götürənlərin ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə töhfə verəcək. Bu yeni ixtisaslar peşə təhsilinə olan marağı əmin olun ki, birəbir şəkildə artıracaq. Dövlət tərəfindən, aidiyyatlı qurumlar tərəfindən əmək bazarının ən zəruri tələbatı olan ixtisaslar öyrənilir. Kadr boşluğu ən çox harda var, ən çox hara kadr lazımdır, onlar müəyyənləşdirilir. Həmin o statistik analizlərdən sonra belə qərar verilir. Və statistik analizə göstərir ki, bizim indiki dövr üçün və qarşıdakı 5 il üçün ən çox kadrımız bu istiqamətlərdə lazım olacaq. Yeni ixtisaslar üzrə qəbul portal.edu.az platforması vasitəsilə aparılacaq. Lakin bütün peşə təhsili müəssisələrində bu ixtisasların tədrisi təşkil edilməyəcək. Bunun üçün müəssisədə müasir maddi texniki baza, uyğun laboratoriyalar və emalatxanalar, həmçinin ixtisaslı mühəndis pedaqoji heyət olmalıdır. Eyni zamanda regionun əmək bazarının tələbatı da nəzərə alınacaq. Yalnız bu meyarlara cavab verən peşə təhsili müəssisələrində yeni ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək. Bəyim Mahir qızı, Anar Ağazadə, Ləman Bayramlı, İTV Xəbər.